Yaxşılığı sonsuz, neməti bol olan Allahın adı ilə. Əziz müsəlmanlar, gözəl dostlar, indiki zamanədə bütün zamanələrə aiddir Quran, ancaq indiki zamanədə daha şiddətli olan bir şeylər var ki, onlara görə aid olan, yəni 2 ayəni deyəcəm, indi Qurandan oxuyum. Deməli, Nisa surəsinin 4-cü surənin 119-cu və Bəqərə surəsinin 211-ci ayələridir. Oxuyum tez, yəni inşallah bir yerdə Allahı zikr edək. Allahımız buyurur ki, Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir. Bu, Bəqərə surəsi 211-ci ayədir. Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir. Sonra Nisa surəsi 119-cu ayədə Allahımız buyurur ki, deməli, şeytan deyib Allaha və edəcəyi bir şey var ki, indi çoxlarına hökm edir elə şeytan. Bu şeytan, Allahımız buyurur ki, şeytan deyir, qoy əvvəldən oxuyun. Demək, 119-cu ayədən qabaq Nisa surəsində 118-i də oxuyun. Allah ona, yəni şeytana lənət etdi. O isə dedi, əlbəttə mən sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam. Şeytan deyir bunu. Onları hökmən doğru yoldan saptıracaq, puç xəyallara salacaq, heyvanların qulağını kəsmək və puç xəyallara salacaq, heyvanların qulağını kəsmək və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm deyib. Allaha atıb şeytanı özünə dost tutan şəxs əlbəttə açıq-aşkar ziyana uğramışdır. Deməli, şeytanı özünə dost tutan kimlərdir? Allah buyurur ki, şeytan onları öz hökmü ilə ələ alıb, öz hökmünü yeridir daha doğrusu. Onlar Allahın yaratdığını dəyişəcəklər. Şeytan onlara əmr eləyib ki, eləyir və onlar da Allahın yaratdığını dəyişdirlər. Əsl ziyana uğrayanlar da onlar. Yəni, indi silikonlar vurdururlar bədənə, yaxud nəsə artırır, bədəndə hansısa xoşlarına gəlməyən bir yeri dəyişdirirlər, artırıb azaldılar, gözləri dəyişdir, düzəliş edirlər. İnanın ki, onların çoxunun Qurandan xəbəri yoxdur. Əgər bilsə ki, bir adam ki, Allah onun haqqında nə deyir, beləsin, əsl ziyana uğrayanlardır deyir, onları dəyişdirənləri qabaqçı ayədə oxudu. Yəni, onlar pis günə düşəcəklər, yəni ki, axirətdə var axı. Kim ki, ölənə qədər pis günə düşməyəcəksə də, Allah bətəri onu gözləyir. Çünki Allahımız Quranda buyurur da ki, elə adamlar var ki, Allah nemətini artırar, yəni istədiyini verər. Bu, bir növ pis bir əlamətdir əslində. Çünki istədiyimizi Allah verir, düzdür. Ancaq hər nə istəyiriksə, artırsa, amma sonra deyirik, əgər Allahın firqəsindən olanlar, Allah qorusun. Deməli, adam əgər görür ki, nə istəyir olur da, yaxşı arzuladıqca artır, sonra da özünü biraz da öbürlərdən, qıraqdaşlardan artıq hesab edir və kimsə deyəndə ki, bunu niyə elədin, Allah bəlanı versin, ya nəsə, o öz-özlüyündə fikirləşir ki, Allah bəla vermirsə, Allah məni istəyir ki, yəqin bu qədər artırır da. Əslində ayələr var ki, Allahımız buyurur ki, elə adamlar birbaşa cəhənnəmə gedəcəklər. Gözəl ayələr yadıma düşür, amma yadımdan çıxır. Bu dəqiqə mən
İnşallah gələn dəfə inşallah amin. Amma bu dəfə hazırlaşmadım. O ayələr tam deyərdim. Quranı tam oxuyan inşallah xoşbəxtliyini tapacaq o şərtlə ki, bir dəfə oxumaq yox, ömrünün axırına qədər oxuyacaqdırsa və gözü görməyəndə, yəni qocalanda göz zəifləyirsə, əgər elə olan momentdə də qulağı ilə qulaq asacaqdır. İndi hər şərait var. Bəli, belə də ki, bilmirlər, elə bilirlər ki, yaxşı bir şey elədilər. Əslində olmaz. Yenə xatırladım ki, Allahımız buyurur ki, Allahın yaratdıqlarını şeytan əmr edir ki, dəyişdirsinlər. Allahın yaratdığını dəyişmək heç cürə olmaz. Edənlər cəzalanacaqlar, cəzaya çatacaqlar. Arxain olmasınlar ki, Allah bu dünyada cəza vermir. Allah cəza verəcək, pis cəza verəcək. Huzur, yenə xatırladım. Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir. Allah buyurdu, kimin sözü var Allah'a desin, sözü ola bilməz. Deyəcəksə də boş-boşuna danışmış olacaq. Nə söz deyəcək? Allahın sözünün qabağında kim söz deyə bilər ki? Sadaqallahu aleyhi və səlləm. Hələlik.